Keçəndə biraz ehtiyatlı olun, elə olur ki, maşınlar saxlamır. Zebrədə. Ən rahat yol, soruşursunuz, kommentarınızı gəlmir yola. Elmlər Akademiyası metrosundan 53 gəlir. 29 nömrəli marşrut gəlir, avtobus gəlir. Mən 53 ilə gəldim. Başqa yerlərdən də gəlmək olur, yəni onu videoda qeyd edəcəm mən. Videonun irəliyən hissələrində qeyd edəcəm. Hansı avtobuslarla gələ bilərsiniz ayrı. Əvvəl videolar çəkmişəm, maraqlıydı. Sadəcə indi istəyərdim ki, bələdçi ilə çəkəm. Daha maraqlı olsun da, bələdçi ilə. Mərkəzi Nəbatət bağının belə giriş hissəsi. Bilet alacağım mən. Biletlər məsəl üçün bax, yazılıb bura giriş 2 manatdır. Saat 9-dan 18:00 kimi işləyir. Nağd ödəniş eləyəcəm, 2 manat nağd ödəniş eləyəcəm. Daha sonra sizə görə gəlmişəm, çəkməyə mütləq bura Nəbatət bağını göstərməyəm. Siz də mütləq videonu bəyənin, şərhlərdə öz fərzi bildirin. Özünüzə qaydalarla tanış ola bilərsiniz, yaxınlaşdırıb. Deməli, bu giriş 2 manatdır. 9:00-dan 18:00 kimi işləyir. Alınmış biletlər bağ ərazisinə yalnız bir dəfə giriş mümkündür. Bağ ərazisindən çox həmin biletin yenidən giriş qadağandır. Bunlar da qaydalardır. Bunları indi mən oxuyacağım. Bir videoda sizə göstərəcəm. Bileti aldım 2 manata. Nə oldu? Qaydalar var. Bu qaydalarda bu videonun girişində oxuyub sizə deyəcəm. Daha məlumatdan asız. Salam qardaş. Çıxmasınız qədər, çıxmasınız yoxsa? Yox, təbii gəldim. Sağ olun. Sağ olun. Ərazə silinsə. Ərazə siləyə çəkmək qadağanı vaxtı çəkmirəm siləyə. Buranın məlumatlarını mən sizə videonun girişində oxuya deyəcəm. Deməli, buradan oranjeriyalara gedişdir, hovuz, fəvvara gedişdir. İçəridə əlavə istixana var, ora giriş əlavə olaraq 2 manatdır. Əlavə olaraq 2 manatdır ora giriş. Aypara inzibatı, Uşaq meydancası, Aypara gör, labirint, oranjeriyalar, VC. İndi iyun ayının 10'udur. Məzunlar, tələbələr gəlirlər. Şəkil çəkdirməyə. Fotosesiya, intiqaçı. Bu Yapon əzgilidir. Üstündə meyvələr də var. Bulardakı palmadır, müxtəlif güllərdir. Bu oranjeriya giriş 2 manatdır. Orada da yazılıbdır. Bunlar tələbələrdir, şəkil çəkdim. Bir də qeyd edim ki, məsələn, GoPro ilə və yaxud da Osmo Pocket ilə hani kameralarla girdin, tutdularsa içəridə cərimədir. Yəni, kamera keçirdinsə içəri cərimədir. Ancaq elə icazə alarsan, elə keçirdəsən. Bax, böyük kamera var, fotosesiya falan da bunlar ödənişlidir. Ayrı deyəsən 20 manat, indi onu gedişində deyəcəm videonu. Amma belə telefonla nə qədər səsəz, mən şey edə bilərsiniz də. Burada məsəl üçün var. Bura giriş əlavə 2 manatdır. Burada da ki 15 dəqiqə qala bilərsiniz. Manat bura giriş. 15 dəqiqəsi 2 manat. Burada müxtəlif növ ağaclardır, güllərdir.
Bakıda amma yayda gəzib incələmək üçün ən yaxşı yerlərdən biridir. Oranjeriya girişdi. Buranın da bileti kassada satılır, buranın da bileti. Onu da oradan almalıydı. Bəli. Bu ayrı oranjeriyadır. Bura bilet alanda orada girmək olur, o birisinə. Buna bilet alanda o birisi oranjeriyada girmək olur. Yəni hərəsini ayrı-ayrı almışam. Birini alanda o birisini də alıp girebilirsin. Buranın içindən çəkmişəm də bəlkə vloglarımda var idi, çəkmişdim oranın içindən. Video vlog. Bu nəhəng palmadır. Dostlar, daha maraqlı məlumatları videonun sonlarına doğru qeyd eləyəcəm. Buranın şərtləri, qaydalar nədir, necə gəlmək olar, soruşurdunuz ki, videolarda parking yeri varmı, daha sonra soruşurdunuz ki, bura piknik eləyə bilərikmi, hamısını yəni ki, videonun sonlarına doğru qeyd eləyəcəm. Sizə görə gəlmişəm bura dostlar. Yəni siz sırf sizin üçün maraqlı yerlər çəkirəm, göstərirəm və sizə görə gəlmişəm. Mütləq siz də videonu bəyənib, bir də əsas kanala abunə olun. Bu videonu çəkirəm, indi 42.000 abunəmiz var. Daha doğrusu 42.000-ə 50 abunə qalıbdı. 42.000 abunə, 50.000, bu videodan sonra istəyirəm ki 50.000 abunə olaq dostlar. Mütləq bəyəni verin və abunə olun kanala və çoxlu şərh yazın. Görək. Nədir? Aralıq dənizi bölgəsi. Horizontal sərf. Bu maraqlı ağacdır, bitkidir. Bunun adını bilirsinizsə yazın. Şərhlərdə, kommentarda. Burada bir şeyimiz de var bizim. Bura bax, bura bax, kameraya bax, bax, bax. Nəbatət bağlan bir şeydir. Səhər saat 9:00-dan 19:00-a kimi vaxt keçirə bilərsiniz bağın ərazisində. 19:00-da bağlanır. Sonra burada kızıl güllər var, onları göstərəcəm. Mən həmişə gəldiyim yolla gedəcəm, elə burayla düz davam edəcəm, fırlanacam bağın ərazisini. Quşun adı nədir? O səsi gəlir indi. Onun adını biləndə kommentarda yazar da. Eşidirsiniz? Onun adını bilər kommentarda yazar. Kommentarda qeyd eləyərsiniz adı nədirsə. Burada sıx ağaçlardır. Dəmir ağaclıqdır bura. Zona 2, sahə 16. Bunlar dəmir ağaclardır. Zona 2, sahə 15, yemişanlıq. Ya da yemişan ağaçlardır. Yemişanlıq. Mən istəyirdim ki, bələdçi ilə çəkəm videonu. Bələdçi ilə indi daha maraqlı olur da. Məlumat verilmən, ağaçlar haqqında məlumat verilməsə, ümumən 20-ləşdirəcək. Bələdçi ödənişli 20 var. Azərbaycanda YouTube gəlirləri azdır. Yəni YouTube gəlirləri yaxşı olsaydı, bələdçi ilə yəni video çəkərdik. Daha da maraqlı olardı. Bura super. Bura baxsa sərinlik. Burada sinar ağaçları var, ona göstərəcəm. Burada qızıl güllərdir. Bağın ərazisində öyrəndim qaydalarda. Siqaretlə girmək olmaz, bu heç. Ondan sonra təcrübə sahələrinə girmək olmaz. Daha sonra
səs gücləndirici ilə musiqiyə qulaq asmaq olmaz. Yəni bura gələn insanlar istirahət etməyə, onların yəni ki, rahatçılığını pozmaq olmaz. Səs gücləndirici vasitələ musiqi oxumaq olmaz. Daha sonra ağaçlara, bitkilərə zərər vermək olmaz. Heyvanları burada, yəni ki, paltasız, ağızlıqsız gəzdirmək olmaz. Daha sonra bağ ərazisində skuter, velosiped, rolik sürmək olmaz, yəni qəti qadağandır. Yəni gələrkən yəni bunlar da diqqəti nəzərə alın ki, məsələn siz gələrsiniz, skuter gətirərsiniz, skuterdən gələrsiniz, velosipedlə gələrsiniz, yəni qadağandır burada. Ancaq sırf gəlirsiniz, özünüz belə istirahət edirsiniz. Bağ arasında mangal yəni istifadə eləmək, ümumiyyətlə ocaq qalamaq, belə bir şey qəti qadağandır. Daha sonra spirtçi içkidən qəbul etmiş vəziyyətdə bura girmək olmaz. Sərxoş vəziyyətdə yəni spirtli içki qəbul eləmək olmaz bağ ərazisində. Giriş biletlərinin qiymətini deyim sizə. Ali məktəb tələbələri üçün və əlilliyi olan şəxslər üçün məbləğin 25%-ni ödəyirlər. Ali məktəb tələbələri və əlilliyi olan şəxslər bağın ərazisində bələdçi xidməti bir gün üçün 20 manatdır. Misal üçün, gəlib deyirsiniz ki, bələdçi xidməti 20 manatı bəyiş edirsiniz, bələdçi ayrılır sizə. Daha sonra çəkiliş 20 manatdır bir gün üçün bağın ərazisində video kamera ilə. Əgər kommersiya məqsədi ilə video çəkiliş edirsinizsə, bağın ərazisində bir gün üçün 400 manatdır müqavilə ilə. Bir gün üçün 400 manatdır. Kommersiya məqsədi ilə çəkiliş 400 manat. Bir də ki, bağın ərazisinə Azərbaycan milli qəhrəmanları, Azərbaycan ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslər, veteranlar, qazilər, daha sonra məktəbə qədər uşaqlar, məktəblilər və onların müşahidə edən müəllimlər pulsuzdur. Müəllimlər məsəl üçün məktəbə qədər, müəllimlər məsəl üçün şagirdlərini gətirirsə, direktorun imzası olmalıdır, sənəd. Onu göstərməklə məktəbli uşaqları gətirə bilərlər, özləri də rəngsiz bağa gəlib ekskursiya edə bilərlər. Digər şəxslər isə, yəni Azərbaycan Respublikasının ərazi uğrunda döyüşmüş qazilər, veteranlar, milli qəhrəmanlar isə yəni öz sənədlərini göstərərək bağın ərazisinə daxil ola bilərlər, ödənişsiz. Belə. Oranjiyaya giriş 13:00-dan 14:00 kimi bağlı olur, nahar fasiləsi olur. 14:00-dan yenə də fəaliyyət göstərir və onu da qeyd edeyim ki, bazar günləri oranjiyaya giriş olmur, çünki bitkilərə qulluq olunur həmin gün. Allah'a bırak biraz gezek görünləri. Videomu beğenin uşaqlar. Qızıl güllərdir. Qızıl gül bağçasıdır burada. Məlumatət bağının qızıl gülləri. Bunlar da çınar ağaçlarıdır. Möhtəşəm. Bura Gəncəyə oxşadır, Gəncəyə Xan bağına. Çöldə hardasa 35 dərəcə isti var, amma içəri çox sərindir bağın ərazisi. Maşallah o qədər yekədir ki, bilmirəm ki, hansı tərəfi çəkən göstərəm. Belə gedim yoxsa belə? Eybi yoxdur. Belə gedim bu tərəfə, qaydanda olsa belə çıxacam, burayla çıxaram. Soruşdum bayağı, piknik eləyə bilərsiniz bağın ərazisində. Skamyalarda belə yekərdir. Skamyalarda oturub belə piknik eləyə bilərsiniz. Burada ki, zibil yaşaydı, kağız bura, plastik bura, ünlü tullantılarda bu tərəfə belə tullaya bilərsiniz. Buranın əsas maraqlı yerlərindən biri körpünün üstüdür.
Körpünü axtarıram. Hardan gedim bura? Buranın ışıq dirəklərini nə qəşəng düzəldiblər. Ağaçdandır. Burayla gedim, burayla gedim. Burayla gedəcəm. Televiziya qülləsi görsənir. Bu da Nəbatət bağından televiziya qülləsinin mənzərəsi. Amma gələndə yaxşıdır ki, su götürəsən özündən, atışdırmaq bir şey götürəsən. Bunlar da məsələn səliqəli oturasan, istifadə edəsən, yeyib içəsən, sonra da qalıqları, zicibili götürürsən, atırsan zibil qabına, tərtəmiz. Əgər yadınızdan çıxıbsa, götürmək, su yemək, burada restoran var, qabaqda gedən buranı göstər, oradan da ala bilərsiniz. Burada kim var? Yatıbdı. Yatmısan? İstirik. Vermirsən özü ağacın dibine yatırsan. Dünyanın her yerinden olan bitkiler var da burada. Avustralya'dan da bitki var. Evkalipt. Burada başka. Bura bitkilerin yetiştirilme yeridir. Bura gidiş qadağandır. Qışdan çox burada bitkilər qoyurlar ki, bitkilər inkişafı dayanmasın. Gidiş qadağandır. Belə bir ev hazırlayasan şüşədən ehtiyac yoxdur. İçərisinə istilik sistemi qoymağa. Gün özü isidəcəkdir. Buradan da alov güllələri görsənir belə. Bütün şəhər görsənir buradan. Biraz yaxınlaşdırın baxın. Alov güllələri. Qarşıda isə Bakı şəhərinin mənzərəsi. Dostlar, mütləq videomu bəyənin, şərh yazın və kanala abunə olun. Çox vacibdir də bu mənim üçün. Həqiqətən də. Siz nə qədər videonu bəyəndikcə, şərh yazdıqca, abunə olduqca motivasiya yaranır. Yəni yeni məkanlar haqqında video hazırlayıram, çəkiliş eləyirəm. Bax, bu da sizə çox dəyərli olacaqdır. Məsəl üçün, uşağınızı gətirmək istəyirsiniz yayda gəzintiyə. Baxırsınız videodan bələdçi. Öyrənirsiniz, nətər rahat gəlmək olar, gəlirsiniz. Yəni ki, dəstək olsanız daha fərqli məkanlarda çəkib göstərəcəm sizlər üçün. Mütləq dostlar, bəyənərsiniz, abunə olun. Abunə çoxlu olun ki, videonu bəyənin, abunə olun. Kanalımızı inkişaf eləsin. Körpünü axtarım, körpü hardadır? Şimdi bura çıxmaq yolunu axtarım. Əsas buranın ləzzətli yerlərindən biri də körpüdür. Aşağıdan lift olmalıdır, onu axtarım. Oradan çıxır. Bax, buradan da körpüyə çıxırıq. Buradan da yol var. Körpüyə çıxmağa. Buradan da körpüyə qədər yol var çıxmağa. Bu körpüyə də çıxırsan, ehtiyatlı olun. Digər tərəfə hündürlük çoxalır. Yəni uşaqlarla filan da ehtiyatlı olmaq lazım. Bu körpünün ən hündür yeridir. Kimin yüksəklik qorxusu varsa, yəni məsləhət görmürəm. İndi körpünün ən hündür nöqtələrindən biridir. Ən hündür qarşıdadır.
görsənən yerdədir. Ora hündür yerdir. Buradan lift var, onu da göstərəcəm. Crescent Mall da görsənir. Port Baku, alov güllələri. Oradan Xəzər dənizi. Xəzər dənizində gəmi də var. Görüm onu yaxınlaşdıra biləcəm. Bunlar da insanlardır. Gezməkdən gəlirlər. İndir olduğuna görə başka güzellənənlər var. En pik nokta oradır. Orada lift olmalıdır. Lifti göstərəcəm. Bura yaxşıdır. Bura çox hündür deyil. Buradan belə gələndə daha hündür olur. Zooparkda da belə körpü var, amma zooparkda biraz balacadır. Buradan pilləkəndən düşə bilərsiniz aşağı. Pilləkən də var. Lift də var. Liftlə də düşə bilərsiniz aşağı. Burada uşaqlar oynayır. Kafe də buradadır. Kafeyi də gəlib göstərəcəm. Burada ən yüksək yerdir. Gedəm ora. Kafeni de göstereyim size. Əməlli başlı hündür də. Oradan bilənlər şuralar. Komentarda yazar. Qəşəng bitkili, güllü. Bura Nevatat Bağın restoranı. Burada mesela su yemek götürmüyorsunuz da buradan da alıp istifade edebilirsiniz. Burada kaşık kırmızı balık gördüm. Onu çekip göstereceğim. Balıklar var. Bir de ki alazambak vardı. Qiymətlər də belədir. Kafe də belədir. Stolları. Şeydən gəlib, Kimçiskadan gəlib. Biri Kimçiskadır, biri Dərzidir. Kafede saat 7'ye kimi işləyir. 19:00'a kimi fəaliyyət göstərir. Bir də gedin baxım görün. Qarşıda nə var? Ayrı başka maraqlı nə var? Onu da çəkim, videomu sonlandıracağım. Gördüyünüz kimi uşaqlar da gəlir. Gəzintidən, piknikdən. Və dostlar, bir şey qeyd edelim ki, bu kanalı, yəni açmaqda məqsədim Azərbaycanın, Bakının maraqlı yerlərini, ən maraqlı yenilikləri, yeni açılan yerləri, parkları, ümumiyyətcə restoranlar olsun, gəzinti olsun, maraqlı yerlər olsun, həm qeyri-adi maraqlı, sizin üçün maraqlı olan, sizə lazım olan əsas, dəyərli olan insanlara maraqlı olan yerləri çəkim göstərim Azərbaycanımızın, Bakımızın gözəlliklərini. Və çox sağ olun ki, dəstək olursunuz və daha da istəyirəm bundan da artıq dəstək olasınız, videoları bəyənəsiniz, şərh bildirəsiniz, əsas kanala abunə olasınız. Baxanların çoxsu yəni abunə deyil kanala. Abunə olanlara təşəkkür edirəm həqiqətən sizə görə, sizin motivasiyanıza görə mən videolarımı davam etdirirəm. Kanalımız 42.000 olubdur və inşallah ki bu videodan sonra 50.000 olar və 100.000 olar inşallah ki və 100.000'dən də yuxarı gedər inşallah. Kanalımız bir yerdə böyüyər dostlar. Yəni o bəyənilər mənim üçün çox önəmlidir. Videonun bəyənləri, şərhləri, kanala abunə olmaqlar yəni mənim üçün çox önəmlidir. Düzdür, YouTube gəlirləri çox azdır Azərbaycanda. Yəni şirkətlər çox az gəlir verir. Həqiqətən də kanalı idarə etmək bu cəhətdən çox çətindir. Həm texniki əşyalar almaq, kameradır, mikrofondur və eyni zamanda yol xərcləridir. Yəni böyük bir dəstək lazımdır.
kanala daha da keyfiyyətli məzmunlar yaratmaq üçün. Yəni əgər videoya baxan biznes sahibləri varsa, iş adamları varsa və yaxud ki öz məhsulunu misal üçün reklam eləmək üçün bir platformadır. Həqiqətən də bu gözəl platformadır. Məhsulu reklam elətdirmək üçün bir platforma varsa, bu videonun misal üçün altında sizin reklamınız ola bilər. Və siz də kanala dəstək olmuş olarsınız və daha da keyfiyyətli məzmunlar biz hazırlayarıq, daha da digər ölkələrdən məzmunlar hazırlayarıq. Yəni ki, kanala həqiqətən də sponsor marketinq lazımdır həqiqətən də. Yəni buyurub yaza bilərsiniz. Instagramda Travel Dari adresinə yaza bilərsiniz. Dəryanın work gmail.com ünvanına yaza bilərsiniz. Kanalın bio sitəsində məlumatlar var. Instagram, TikTok kanallarının adresləri var və dostlar, Instagramda da məni izləyə bilərsiniz. Bu aşağıdan Travel Dari hesabından izləyə bilərsiniz. TikTokda da eyni hesabdır. Yəni üzüb dəstək ola bilərsiniz. Daha da keyfiyyətli məzmunlar ortaya qoyaq. Bu cür çalışdım sizlər üçün maraqlı videolar hazırlayayım dostlar. Video hazırlayayım sizlər üçün. Yəni yaydır. Yəni gəlib Bakıda dincəlmək üçün əla məkandır. Çox gözəl, sakit bir məkandır. Piknik eləyə bilərsiniz. Qeyd edirəm ki, videolar həqiqətən də böyük çətinliklə başa gəlir. Yəni oturub baxanda bilmək olmur da bunu. Məsələn, evdən çıxırsan, gedirsən, xeyli yol gedirsən, daha sonra elə var icazə vermir, çəkiliş aralardan danışıqlar aparırsan, videonu çəkmək, hazırlamaqdır, əsas videonu quraşdırmaqdır, montajıdır, saatlarla vaxt alır. Yəni ki, hər bir elə bil ki, sıfırdan bir məhsul ortaya qoyursan. Sıfırdan bir içeriklər, necə Türklər demişlər, içerik üretiyorsun. Məzmun hazırlayırsan. Hardasa bu video başa gəlir, xüsusi hesablasaq, bir video 2 günə hazır olur. 2 günə, sürətli işləyəndə. Yəni o görə mütləq bəyənlərinizi istəyirəm ki, bu motivasiya verir. Məsəl üçün oxuyuram şərhləri, motivasiya gəlir ki, mənə də xoş olur ki, filan kəslər, yəni ki, insanlara mən necə deyim, bir rolum oldu, bir onlar nəsə öyrəndilər və yazdılar, mənim yəni zəhmətim boşa getmədi. Yəni gördülər, təsirləndilər, xoşlarına gəldi, kanalıma abunə oldular. Yəni ki, ona görə dostlar, bəyənləriniz çox vacibdir yəni. Yəni hər videoya bəyən atsanız yəni ki, çox sevinərəm. Kanala abunə olsanız, video bəyənsəz, Instagramda da dəstək olsanız, TikTokda da dəstək olsanız, kanalımız daha da böyüyər. Və kim istəsə, əgər kanala dəstək olmaq istəsə, yeni məsəl üçün, kamera üçün, yeni məsəl üçün, havadolunluqlar üçün, mikrofon üçün bank hesabından dəstək ola bilər, bank hesabından kanala maddi dəstək ola bilər və yaxud da ki, məhsulunu göstərmək üçün kanallar yaza bilər. Bu videoda sizin məhsul da görsünə bilər. Yəni ki, böyük bir auditoriyaya çıxa bilər məhsulunuz. Burada da papuqaylar da var. Papuqaya bak, papuqaya. Ay papuqay. Nəbatat bağında papuqaylar. Nəbatat bağının papuqayları. Güzel papuqaydı. Burada uşaq meydançası da var. Oranı da göstərəcəm. Burada uşaq meydançasıdır. Uşaqlar burada əylənirlər. Bu cür. Yəni uşaqlarla gəlsə, uşaqların bir ki parkıdır, bura əylənmək üçün yerləri də var. Yerlənəcəklərdir. Nəbatat bağında uşaqların gizlənqaç oynamaq üçün maraqlı yer. Labirint. Soruşurdunuz, parking var bax buradır. Parking buradadır. Gəlirsiniz, girişdə soruşursunuz, parking aradı, göstərəcəklər. Bura parkingdir. Gələndə də özünüzlə
su, atıştırmaq bir şeyler gətirin. Onlar yadınızdan çıxsa restorana alarsınız. Burada güllər var çıxışda. Bunlarda satış var. Dipçəkli belə 80 manat, 50 manat, 60 manat, var 5 manat. Bir dipçək satılır 15 manata, 50 manata. Burada sonra böyle dipçək var. Böyük, nəhəng. Sonra bunlar 85 manatdır. Bu 50 manatdır. Bunlar 5 manatdır. Hamısı satışdadır. Bunlar təbii taxtadan da 600 manat. Rubin, bu da restorandır. Yaxınlıqda bir dənə belə şey də var, kafe. Bunda da oturmaq yerləri var, belə maraqlı. Həm parking, həm də kafedir. Ben parking qiymətini soruşum sizlər üçün. Siz də videomu bəyənin. Parkinglərə qiymətlər səhər saat 9-dan gecə saat 1-ə kimi saxlaya bilərsiniz yazılıb. Hər bir saat üçün 50 qəpik parking qiymətlər. Parking da buradır. Həllik dostlar, növbəti videolarda görüşərik. Videonu bəyənib şərh yazmanızı, kanala abunə olmayı unutmayın. Həllik növbəti videolarda görüşərik.